edilir və bir neçə kitabın müzakirəsində mən də iştirak eləmişəm institutda, çox maraqlı müzakirələr keçirir. Əlbəttə fikir dəyişikliyi vaxt ikən İqrar Əliyev mövqeyində dayananların bir çoxu yavaş-yavaş milli mövqeyə doğru gəlirlər, hərəkət edirlər. Dövlət var, dövlətin tələbləri var, buna görə də başqa cür ola bilməz. Burada yaşayırlarsa o dövlətin maraqlarını qorumalıdır. Ümumiyyətlə, sual bu dəqiqə dünyada belə ciddi məsələlərdən biridir. Ümumiyyətlə, dövlətə ideologiya lazımdır. İdeologiya ciddi bir məsələdir. Bəziləri deyirlər, ideologiya vaxtı keçir, o dəqiqə dünyanı idarə edən kapitaldır, puldur, ondan sonra sənayedir, milli ideologiya, dövlət ideologiyası deyirlər. Nə məsələdir? Bunun əhəmiyyəti varmı? Amma həyat göstərir ki, doğrudan dövlət həm dövlət ideologiyası, həm də milli ideologiya olmadan yaşaya bilməz. Və əsasən də bu dəqiqə ideal variant odur ki, dövlətin ideologiyasına, dövlətin idarəçilik sisteminin deməli, ideoloji təfəkkürü ilə milli təfəkkür üst-üstə düşür. Bunun fərqi olmaz. Sovet dövründə Azərbaycan millətinin, xalqının düşüncəsi bir ayrıydı, dövlətin o xalqı sırmaq istədiyi ideologiya bir ayrıydı. Ona görə də bir ziddiyyət vardı. İndi o ziddiyyət şübhəsiz aradan qaldı. Mən Həsən müəllim bizim tarix akademiya ilə bağlı, tariximizlə bağlı bütün düşüncələrinə qatılıram və onun bu son əsərləri və bu əsərlərini dəyərli bilirəm. Bu sahədə gördüyü işləri çox böyükdür. Amma konkret bu kitabın adı ilə bağlı iradəyə qoşulmaq istəmirəm. Niyə görə? Çünki söhbət Azərbaycanın içində türkü ayırmaqdan gedir. Söhbət gedir ki, 20-ci yüzdə qədər, Azərbaycan Xalq Cumhuriyyətinə qədər Azərbaycanda işlənən söz türk sözüdür. Azərbaycan fəlsəfə deyilən bir şey yoxdur. Biz Cəlildə, Axundovda, ondan əvvəlkilərdə, Füzulidə, hamısının təfəkküründə bu xalq devrində türk düşünülürdü. Azərbaycan ərazi kimi də hətta bütöv qəbul olur. Burada Qafqaz var idi, İran var idi, Turan var idi. Ona görə də türk fəlsəfəsi əgər deməsək, onda Axundzadə də qalır kənarda, Sabir də qalır, Əkinci də qalır kənarda. Ona görə də bu türk sözü burada məncə olmalıdır. Başqa cür olsa, onda biz o tarixi saxtalaşdırmış oluruq. Mən belə düşünürəm. Qaldı ki, deməli, biz qısaca bir şey də deyim, mən oxumuşdum o vaxt. Bu bizim Qafqaz fəlsəfəsi ilə bağlı ermənilərin, gürcülərin çox araşdırmalar vardı. Apesyan vardı, Qafqaz xalqlarının fəlsəfəsi yazmışdır. Bizim Bəhnəli kimi böyük filosoflarımız qalıb kənarda özlərinin kilsə mahnıları yazan şairlərinin fəlsəfəsini araşdırırdı. Mən o vaxt cavab yazmışdım. Bizim fəlsəfə tariximiz baxmayaraq ki, konkret olaraq bizim türklərin yaratdığı fəlsəfə, bəzən ərəb dilində, bəzən fars dilində, bəzən də onların ideologiyasına, İslam ideologiyasına, İran devlətçiliyi ideologiyasına, ərəb xilafət onlara xidmət edir, amma bu türk ruhudur, qalıb o. Bu öyrənilməlidir məncə. Məsələn, bizim ədəbiyyatımızın fəlsəfəsi öyrənilməlidir. Məsələn, Nəsirin fəlsəfəsi, Hürufli fəlsəfəsi, bəlkə ayrıca yazılıb, amma Nizaminin fəlsəfəsi. Çünki bizim fəlsəfi fikrimizin böyük hissəsi sırf fəlsəfə nəzəriyyəsi ilə məşğul olan, fəlsəfə ilə məşğul olan alimlərdən daha çox bizim ümumi ictimai fikrimizdə yer tutan və daha çox yer tutan ədəbiyyatçıların əsərlərində var. Məncə, o da araşdırılmalıdır. Mən bütövlüklə hesab edirəm ki, Azərbaycan fəlsəfəsi, türk fəlsəfəsi, Azərbaycan fəlsəfəsi ümumiyyətlə getdikcə dövrün tələblərini olur, türk fəlsəfəsi ilə müştərək öyrəniləcək. Məsələn, sən ya Bəhnəli, ya bizim Nəsrəddin Tursini Mərkəzi Asiyada yaşamış böyük filosofların əsərlərdən ayrı bilməzsən, İbn Sina'dan ayrı bilməzsən, Ömər Xəyyamdan ayrı bilməzsən. Buna müştərək, o konsepsiyada məncə işlənməlidir. Ümumiyyətlə, mən fərqi, bilirsiniz, institutlar, böyük görürlər, institutlar, akademiyanın bunu inkar edilmə olmaz. Amma iş həmişə deyirlər yük arabanı çəkənə düşür. Yük konkret alimlərin çiynindədir.
Konkret alimlər fədakarlıq eləməsə, qabağa düşməsə, partizanlıq eləməsə, araşdırıb bəzən ümumi fikrə qarşı çıxıb, öz konsepsiyasını ortaya qoymasa, elm inkişaf edə bilməz. Məncə, Faiq o cür, o Quzqulan gəmisi kimi, neçə ildə ətrafındakı formalaşmış, bəsitdə, daşlaşmış fikri qıra-qıra gəlib bu kitabları ortaya qoyub, onun igidliyidir. Və hesab edir, çox sevinirəm ki, institut onu dəyərli bilir və onun kitablarını bu cür müzakirələrini təşkil edir. Bu qədər. Çox sağ olun.